Xeyir olsun. Mən biologiya müəllimi Məhsəti. Bu gün sizə deməli keçən il biologiya müəllimləri üçün Təhsil TV-də dəstək məqsədi ilə sertifikasiya sınaqlar, suallar paylaşılırdı. Burada bəzi suallar vardı. Keçən il müəllimlər biraz üzdən izah elədi, çox dərinə getmədi, anlaşıqlı olmurdu ki, özüm də bəzən anlaya bilmirdim. Suallarını başa düşə bilmirdim, çünki çox üstdən izah eləyirdilər. Yəni xoşa gəlim deyildi. Yorumlarına da baxdım, həqiqətən müəllimlər də eyni anlaşıqlı olmayıb sualların izahları bəzilərinin. Ona görə mən də izah etmək istədim. Ümid edirəm anlaşıqlı olar. İlk sualdan başlayaq. Bu biraz asan sualdır. Deməli, Sprogiranın cinsi prosesi zamanı yaranan ziqotların sayı 5 olmuşdur. Sonda maksimum neçə hüceyrədə yeni orqanizm yarana bilər? Bilirik ki, Sprogiranın cinsi prosesi konjugasiyadır. Konjugasiya zamanı burada sprogiralar yaxınlaşır, konjugasiya edir və ziqot yaranır. Ziqotdan 4 ədəd fərdi spor çıxır və o 4-ündən 3-ü məhv olur. Bir dənəsi qalır. Yəni hər ziqotdan bir fərd sağlam qalırsa, 5 dənə ziqotdan da 5 fərd sağlam qalacaq. Keçirik növbəti sualımıza. Deməli, növbəti sualımızda 50 dənə Ulotrex yosunumuz var. 50 dənə. Və deyir ki, nüvə və xromatoforlarının cəmini N ilə işarə olunub. Bu 50 dənəsində nüvə ilə xromatoforun cəmi toplanıb N eləyibdir. Onda biz bunu 50 dənə Ulotreximizin neçə dənə rəngli hüceyrəsi var, onu tapmalıyıq. Bir 50 dənə Ulotrex varsa, 50 dənə rəngsizi var. Bu bizim əlimizdədir. Yerdə qalır nüvə və xromatoforların cəmini N ilə işarə olunsa, onda onların hüceyrə, nüvə və xromatoforların sayını necə ifadə etmək olar? Baxaq, onda ümumi 50 dənəsində nüvə xromatoforların cəmini N ilə işarə eləyiblərsə, onda N-i 2-yə böləndə bunun rəngli hüceyrələrinin sayını tapmış oluruq. Hər bir rəngli hüceyrənin onda deməli hər bir hüceyrənin bir nüvəsi, bir xromatofor olur. N bölü 2 qədər rəngli hüceyrə varsa, onda N bölü 2 qədər xromatofor olar, N bölü 2 qədər də nüvəsi olacaq. N bölü 2 qədər də nüvəsi olacaq. Bəs onda bu 50 dənə Ulotrexin hər birində ümumi hüceyrə sayı toplamda 50 dənəsində neçə dənə ümumi hüceyrə olar? Ümumi hüceyrəsi də onda belə olar ki, rəngli hüceyrəni tapdıq ki, N bölü 2 qədərdir. Üstünə də gəlirik, 50-dən aşağıda bir dənəsi hər bir yosunun rəngsizdir. 50 dənəsində 50 dənə rəngsiz var. Bunların həm üçünü də bizdən soruşur hüceyrə, nüvə və xromatoforların sayını necə ifadə edə bilərik? Bu üçünü də, bu üç ifadəni də toplayırıq və nəticədə alırıq ki, 3N bölünsün 2, üstə gəl 50. O da bərabərdir. A variantının cavabı uyğun düşür. Keçirik növbəti sualımıza. Verilmiş cədvələ əsasən deyir ki, A üstə gəl B-nin cəmini tapın. Tamam, orta tərəfdə mikrospor verirsə, deməli bundan əvvəldə ana hüceyrə olacaq. Mikrospordan sonra isə sperm sayını soruşar bizdən. Çünki mikrospordan sperm yaranır. Mikrosporlar isə anatozluq hüceyrənin bölünməsindən yaranır. Bir anatozluğun yaranmasından 4 dənə mikrospor əmələ gəlirsə, 20 dənə mikrospor neçə dənə anatozluq hüceyrədən əmələ gəlir? Buradan tapırıq ki, 5 ədəd anatozluq hüceyrəmiz var. Yaxşı, bir dənə mikrosporun generativ nüvəsi bölünəndə hər birindən 2 dənə sperm çıxır. Bəs 20 dənə mikrosporun bölünməsindən neçə dənə spor çıxar? O da eləyir 40. Deməli, bu ikisinin cəmini toplayanda neçə eləyəcək? 45. Keçirik növbəti sualımıza. Deməli, burada şimpanzenin dişi və erkək fərdlərində yetişmə zonasına düşən cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur. Tamam. Alınan qametlərin sayı 1500 olmuşdur. Bilirik ki, şimpanzedə dişimiz və erkəyimiz eyni sayda daxil olubdur. Bilirik ki, dişidə x qədər daxil olursa, nəticədə x qədər də qamət alınacaq. Erkəkdə x qədər daxil olubsa, 4x qədər qamət alınacaq. Yaxşı, cəmi deyir ki, 150 qamət olub toplamda. 150. Buradan x bərabərdir 30-a. Deməli, neçə hüceyrə daxil olubmuş? 30 dənə hüceyrə daxil olubmuş. Deyir, yetişmə zonasına neçə dişi cinsiyyət hüceyrəsi daxil olmuşdur? Elə buradan tapdıq ki, 30. Bu qədər basit. Deməli, sonra keçirik növbəti sualımıza. Xlamidolinadanın cinsi çoxalması zamanı mayalanmada iştirak edən qametlərin sayı n-dir. Tamam.
Bu bizim qametimizdir. N saydadır. Alınır. Qametlər birləşəndə nəyi əmələ gətirir? Zigotu. Zigotdan nə çıxır? Zoosporlar. Aha, zigotdan da çıxır zoosporlar. 2 dənə qametimiz bizim 1 dənə zigot əmələ gətirir. Onda n dənə qametimiz neçə zigot əmələ gətirir? N bölək 2 qədər zigotumuz olar. Tamam, zigotumuzun sayı n bölək 2-dir. Alınan fərdlər, qametlərin sayı budur. Alınan fərdlərdə qametin sayını soruşur. Tamam, n bölək 2 qədər zigotumuz var. Biz bilirik ki, 1 dənə zigotdan 4 dənə fərd zoospor çıxır 1 zigotdan. N bölək 2-dən çıxan zigotumuzun fərdimiz neçə dənə olur zoosporumuz? O da neçə eləyir? 2n qədər. 2n qədər fərd çıxır. Bunların qamçıların sayını tapanda nə edirik? 2n-i vururuq 2. O da eləyir 4n. Növbəti sualımızda timsahın deməli Timsahın yetişmə zonasına 80 dənə cinsi hüceyrə daxil olmuşdur. Sonda alınan qametin 25-i X cinsiyyət xromosomu daşıyırsa, neçə yönəldi cisimci Y daşıyır? Timsah bilirik ki, dişisi heteroqametdir. Bunun 2 yolu var. Mən həmişə bu digər yolu, öz istifadə etdiyim yolu deyəcəm, sonra digər yolu izah edəcəm. Öz yolum mənə daha asan gəlir, daha pratik eləyə bilirəm bu yolla. 80 cinsi hüceyrə daxil olmuşsa, qametdən 25 X-dir. Deməli, belədir ki, bilirik ki, dişinin yetişmə zonasına 80 dənəsi daxil olubsa, bunun 80-i də qameti olacaq. Neçə hüceyrə daxil olubsa, bir o qədər qamet alınır. Bunun onda 25-i X-dirsə qametlərin, 80-dən 25-in çıxanda necə qalır? 55. 55 qametimizdə Y olacaq. 25 dənə qametlərlə eyni cinsi xromosomu daşıyan bir dənə yönəldici cisimcik olur. Aha, 25 digər ikisi isə Y daşıyır. 55-in də bir yönəldici cisimciyi ondan eyni xromosomu daşıyır. Digər ikisi isə X xromosomunu daşıyacaq. Bizdə burada nəyi soruşur? Neçə yönəldici cisimcik Y xromosomu daşıyır? Baxıram. 50 dənəsi buradadır, 55 dənəsi də buradadır. Toplayırıq, neçə eləyir? 105. Başqa necə eləyə bilərik? Deməli, başqa bir yol da var bunun. 80 dənə hüceyrədir. Bu da ikinci yoldur. 80 dənədən nəticədə 80-i qameti alınır bunun. Düzdürmü? 80 dənəsi. 240 dənəsi də bunun neyniyir? Yönəldici cisimcik olur. Və yaxud da belə eləyirik. 80 dənə hüceyrədir. 80 hüceyrədən dedik ki, 80x-i 25x idi. Belə bir düsturumuz var idi bizim. X başlanğıc bərabərdir. X yönəldici cisimcik çıxılsın. X Y yönəldici cisimcik çıxılsın. X qamet. Bu düsturdan istifadə edə bilərik. Bu da bir yol. Hətta bu yuxarıda yazdığım deyil də bu yol dahadır. Bir də yazdım. Deməli 80 dənə idi. 25-i X idi. 25-i isə qamet, 55-i isə Y qaməti idi. Belə bir düstur var idi ki, başlanğıc hüceyrə bərabərdir. Y yönəldici cisimciyə çıxılsın X qaməti. X qametimiz var bizim 25. Başlanğıc hüceyrəmiz var bizim 80. 80-dən 25-in çıxanda yerdə nə qalır? Bir dəqiqə. Burada nəyəsə mən səhvə yol verirəm. Yox, düzdür. Səhvə yol vermirəm, düzdür. Düstur budur. Aha, X-imiz 25-dir. Başlanğıc hüceyrəmiz 80-dir. Buradan X-i tapanda 80 üstə gəlirik. Neçəsini? 25-in. O da eləyir 105. Bu da bir yol. Belə də bir yol var. Bu düstur yadımızda qalsa, bu ən asan yolda, bu da asan yolda düsturları bilsək, yerinə qoyub tapa bilərik. Bu da bir yolumuz. Sonra baxırıq, başqa nə məsələ vardı? Başqa bu qədər. Ümid edirəm anlaşıqlı izah etdim. Əgər hardasa səhvə yol verdimsə, rəy bölməsində fikrinizi bildirə bilərsiniz. Nömrə buraxıram orada. Nömrə ilə də əlaqə qura bilərsiniz. Sağ olun.